İmmun sistemi orqanizmimizi infeksiyalar, viruslar, bakteriyalar və zərərli maddələrdən qoruyan müdafiə sistemidir. Bu sistem milyonlarla hüceyrə və zülaldan ibarətdir və bədənə daxil olan yad maddələri, antigenləri tanıyaraq onları zərərsizləşdirməyə çalışır. İmmun sistemi orqanizmin öz hüceyrələri ilə yad olanları bir-birindən ayırma bacarığına malikdir. Lakin bu mexanizm bəzən pozula bilər və bu zamanda autoimmun xəstəliklər yaranır. Bəs autoimmun xəstəliklər nədir? Orqanizmin müdafiə sisteminin öz sağlam hüceyrələrini düşmən kimi tanıyaraq onlara hücum etməsidir. Nəticədə bu sistem yanlış hədəf seçərək oynaq, dəri, böyrək, sinir sistemi, bağırsaq və bədənin digər hüceyrələri və toxumalarına qarşı mübarizə aparmağa başlayır. Ümumi simptomlar xroniki yorğunluq, əzələ və oynaq ağrıları, dəri səpkiləri və iltihablar, qızdırma və səbəbsiz çəki itkiləri, göz, ağız və dəri quruluğu, qan testlərində iltihab markerlərinin artması kimi göstəricilərdir. Sistemik lupus, skleroderma, Sjögren sindromu, revmatoid artrit, Hashimoto tiroiditi, çölyak və digər xəstəliklər bu qrupa aiddir. Bəs autoimmun xəstəliklərin diaqnostikasında hansı üsullar və testlərdən istifadə olunur? Indirekt immunofluorescence test. Fluoresan mikroskopla antigen-anticisim reaksiyasını vizual olaraq müşahidə etməyə imkan verən üsuldur. Immunoblot. Anticisimlərin spesifik zülallara qarşı olub-olmadığını membran üzərindən zolaqlar şəklində göstərən test üsuludur. ELISA, Enzym Linked Immunosorbent Assay. Serumda spesifik antikorları miqdarını rəqəmsal olaraq ölçməyə imkan verən ferment əsaslı analiz metodudur. ANA, Antinuklear Antibody, əsas skrining testidir. Anti-DS-DNA, lupus üçün spesifikdir. Anti-TG və anti-gliadin çölyak xəstəliyi üçündür. MPO və PR3 vaskulitlərin təyinində istifadə olunur. Autoimmun xəstəliklər çox şahiəlidir və vaxtında olunan diaqnoz həyati əhəmiyyət daşıyır.